Bugünkü dərsimizdə istehsalın təşkili formaları mövzusuyla tanış olacağıq. İstehsalın təşkili formaları hansı təsərrüfat sahələrinin yerləşdirilməsinə təsir göstərir? Ümumiyyətlə istehsalın təşkili bütün təsərrüfat sahələrinə təsir göstərir. Ölkədə olan sənaye müəssisələrinin fəaliyyəti bir neçə formada təşkil oluna bilər. İxtisaslaşma ölkədə iqtisadi rayonda ya da müəssisədə hər hansı məhsulun, istehsalın ya xidmət göstəricilərinin üstün inkişafıdır. Hər hansı məhsulun bölgədə ya respublikada tələbatdan çox istehsalı ixtisaslaşmaya səbəb olur. İxtisaslaşma da nələrdən asılıdır? Təbii şəraitdən, təbii ehtiyatlardan və ixtisaslı kadrlardan asılıdır. İxtisaslaşma coğrafi əmək bölgüsünü yaradır. Dünyada ölkələr ixtisaslaşdığı sahə, məhsul üzrə tanınır. İxtisaslaşma ölkənin simasını müəyyən edir, yəni tanıdır. Məsələn, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Səudiyyə Ərəbistanı, Qətər, Küveyt bunlar da neft-qaz üzrə tanınırlar. Yaponiya, Almaniya kimi ölkələr əsasən maşınqayırma məhsulları üzrə ixtisaslaşıblar. Təmərküzləşmə istehsalın iri müəssisələr ətrafında cəmlənməsidir. Bu istehsal təmərküzləşməsi adlanır. Təmərküzləşmə metallurgiyada, maşınqayırmada, kimya və yüngül yeyinti sənaye sahələrində ola bilər və nəticədə sənaye qovşaqları yaranır. Azərbaycanda 4 sənaye qovşağı vardır. Onlardan ikisi Azərbaycanın qərbində, ikisi isə şərqimizdə yerləşir. Qərbimizdə Gəncə, Daşkəsən və bir də Mingəçevir, Yevlax. Şərqimizdə isə Bakı, Sumqayıt, bir də Şirvan, Səlyan sənaye qovşağıdır. Kooperativləşmə ən çox, ona kooperasiya da deyirlər, ən çox maşınqayırmadadır. Bir məhsulun, bir avtomobilin istehsalı bir neçə müəssisədə həyata keçirilir. Avtomobil minlərlə hissədən ibarətdir. Onların hamısını bir bölgədə, bir yerdə istehsal etmək qeyri-mümkündür, həm də effektiv deyil. Avtomobilin bu minlərlə hissələri ayrı-ayrı bölgələrdə, şəhərlərdə istehsal olunur və bir məntəqədə yığılır, hazır məhsul əldə olunur. Azərbaycan da Rusiya, Belarus kimi dövlətlərlə maşınqayırma sahəsində kooperasiya əlaqələri qurmuşdur. Gəncə şəhərində Rusiya və Belarusiyadan alınan avtomobil, kənd təsərrüfatı texnikası hissələri əldə olunduqdan sonra burada yük maşınları, kənd təsərrüfatı traktorları istehsal edilir. Kombinləşmə texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin bir müəssisədə birləşməsidir. Yəni müəssisələr bir-birinin yaxınlığında yerləşir və bir-biri ilə qarşılıqlı əlaqədə olur. Kombinləşmə daha çox kimya sənayesində, metallurgiyada, yüngül yeyinti sənaye sahələrində ola bilər. Məsələn, metallurgiyada əvvəl dəmir filizi çıxarılır, sonra saflaşdırılır, ferroərinti konsentratı alınır, alınmış məhsuldan suqun əldə olunur, ondan da polad, prokat, boru, res əldə edilir. Bax, bu ardıcılıqla emal kombinləşmə adlanır. Kimya sənayesində isə neftdən benzin, kerosin, sürtkü yağı, plastik materiallar ardıcıl olaraq istehsal edilir. Bu proses kombinləşmə adlanır.